Salam əziz şagirdlər, indi isə gəlin növbəti mövzumuzu elan edək. Qanı ilə tarix yazan qəhrəmanlar. 2010-cu ilin yayı Qarabağ cəbhəsində atəşkəs davam edir. Cəbhə bölgəsindən Biləsuvar rayonunun Əliabad kəndinə əsgər atası Ağakərim əmiyə sübh tezdən bir zəng gəlir. Salam ağsaqqal. Salam, buyurun, sizi eşidirəm. Sizi narahat edən hərbi hissə komandiridir. Oğlunuz bu gecə hərbi hissədən silahını götürüb və səngəri tərk eləyib. Bəlkə evə gəlib. Komandir, mən oğlumu yaxşı tanıyıram. Heç vaxt fərarilik etməz. Onu buralarda yox, ön cəbhədə axtarın. Əziz şagirdlər, bu həqiqətən də çox vacib bir hadisələrdən biridir və bizim fəxr edə biləcəyimiz bir hadisələrdən biridir. Doğrudan da hərbi hissə komandiri ağsaqqaldan eşitdiyi bu sözlərdən sonra tamamilə bilməsin, bilmir sevinsin, bilmir pis olsun. Çünki gecədən səhərə qədər qarşı tərəfdə, ön cəbhədə silah səsləri gəlir. Ön xətt, ön cəbhə, yəni düşmənlə üzbəüz ərazilərə deyilir şahidlər. Və biz bütün qüvvələrimiz hamı ayağa qalxmış, dayanmış ki, yəni hücum yox. Amma qarşı tərəfdə güclü partlayış səsləri gəlir. Və yalnız sonradan bəlli olur ki, əsgərlərdən bir nəfər burada yoxdur və həmən əsgər müəyyən olunduqdan sonra onun Biləsuvardan olduğu müəyyən olur və atasına zəng edirlər, soruşurlar və bəlli olur ki, o evə də gəlməyib. Onda bilirlər ki, deməli, həmən əsgər tək başına düşmən üzərinə atılmış və onlarla bir neçə saat döyüşmüşdür. Bəs bu qəhrəman kimdir? Bu hadisə necə baş verə bilərdi ümumiyyətlə? Hansı səbəblər onu tək başına döyüşə aparmışdı? Bax, bu günlərin biz bu sualların cavablarını tapmağa çalışacağıq bu mövzumuzda. Adı və soyadı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuş bu şəxs 22 yaşlı Azərbaycan kəşfiyyatçısı Mübariz İbrahimovdur. Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən. Bəs belə deyərdim Mübariz. Bir nəfərdən ibarət Azərbaycan ordusu. Hər gün ürək ağrısı ilə düşmənin işğalı altında qalan, torpaqlarımıza baxan Mübariz ağlında planlar qurur, uyğun məqam gözləyirdi. Belə uyğun məqamlardan biri 2010-cu ilin iyunun 18-dən 19-dan keçən gecə Tərtər rayonunun Çaylı kəndi ərazisində yerləşən ön xəttlərdən birində yetişir. Ancaq yollanmadan öncə o sonuncu məktubunu hazırlayır atasına və anasına. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam ağlamayın. Əksinə sevinin. Sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. İbrahimov Mübariz. Allah rəhmət eləsin. Məhz bu məktubdan sonra Mübariz gecə ikən erməni təxribatına cavab olaraq düşmən üzərinə tək başına atılır. Atəşkəs rejiminin pozulmasından istifadə edən Azərbaycan kəşfiyyatçısı təxminən 1 kilometrlik minalanmış sahəni tək başına keçərək erməni postundakı əskərləri məhv etdi. Daha sonra düşmənin dərinliyində yerləşən əskər kazarmasına hücum edir və qeyri-bərabər döyüş başlayır. Ermənistan ordusunun
çox sayda əskər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Cəbhədə baş verən bu hadisə dünyada böyük əks-səda yaradır. Bir nəfərdən ibarət Azərbaycan ordusu düşmənin möhkəmliyi ilə öyündüyü müdafiə xəttini yarmışdı. Məğlub edilməz adlandırdıqları erməni ordusunun onlarla əskərini məhv etmişdi mübariz. Əziz şahidlər, hazırda kadrlarda Mübariz İbrahimovun şərəfinə çəkilmiş Mübariz filmindən fraqmentlərə baxırsınız. Və burada onun necə tək başına döyüşməsi əks olunmuşdur. Zəifliklə barışa bilməyən düşmən müharibə qanunlarına zidd olaraq mübarizin nəşini qaytarmaq istənir. Ancaq Azərbaycanın və beynəlxalq qurumların israrlı tələblərindən sonra qəhrəman hərbçimizin cəsədi ermənilərdən alınır. Prezident İlham Əliyev vida mərasimində Mübariz haqqında bunları deyir. Mübariz yaxşı bilirdi. Yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə uzatdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir. Bizim ordumuzda minlərlə, 10 minlərlə mübariz kimi qəhrəmanlar var. Mübariz İbrahimov Bakıda Fəxri Xiyabanda dəfn edilir. 2010-cu ildə Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev ölümündən sonra Mübariz İbrahimovu Azərbaycanın milli qəhrəmanı adına layiq görür. Maraqlıdır ki, 2010-cu ildə Azərbaycanda ilin adamı da elə Mübariz İbrahimov seçilmişdi. Əziz şahidlər, Mübariz İbrahimov təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan qəhrəman döyüşçüdür. Qardaş Türkiyə Cumhuriyyətinə çəkilən bir çox filmlərdə onun adı qəhrəmanlıq rəmzi kimi ehtiramla yad edilir. Belə filmlərdən biri Savaşçı filmidir. Şəhid olduğu Tərtərin Çaylı kəndi ərazisindəki döyüş postu isə 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən azad edilmişdi 4 oktyabr 2020-ci ildə və həmən yerdə mübarizin portreti və Azərbaycan Respublikasının 3 rəngli bayrağı asılmışdı. Əziz şahidlər, bugünkü dərsimiz haqqında bu qədər. Növbəti dərslərimizdə görüşənədək sağ olun.